Bir gün balaca Zeynep nənəsinin hədiyyə etdiyi çətirlə oynayırdı. Amma bu adi bir çətir değildi. Onun üzərində rəngarəng ulduzlar və qızıl güllər vardı. Nənəsi ona demişdi: "Bu çətir səni istədiyin yerə aparacaq, amma yalnız yaxşılıq etdikdə." Zeynep əvvəlcə buna inanmadı. Amma bir gün güclü yağış yağanda Zeynep çətiri açdı və birdən-birə havaya qalxdı. O küləklə birlikdə uçaraq nağıllar aləminə düşdü. Bu aləmdə hər şey rəngli idi. Göy qurşağı, ağaclar, güllər, danışan çiçəklər və gümüşü dənizlər vardı. Zeynep orada ağlayan balaca bir quş gördü. "Niyə ağlayırsan balaca quş?" deyə soruşdu. Quş cavab verdi: "Mən uçmağı öyrənə bilmirəm. Dostlarım isə məndən uzaqlaşır." Zeynep gülümsəyərək ona cavab verdi: "Mən sənə kömək edərəm." O quşa uçmağı öyrətməyə başladı. Öncə quşa qanadlarını açmağı, sonra isə yavaş-yavaş havada qalmağı məşq etdirdi. Nəhayət quş öz gücünə uçmağı bacardı və sevincdən oxumağa başladı. "Zeynep, sən mənim ən yaxşı dostumsan," dedi quş. Elə bu anda Zeynep'in çətiri parladı və o yenidən evinə qayıtdı. O başa düşdü ki, nənəsinin sözləri doğrudur. Çətir ona sehirli dünyaları göstərsə də, həqiqi sehir onun öz qəlbindədir. Əziz dostlar, bugünlük nağılın sonuna gəldik. Növbəti nağıllarda görüşənə qədər bizi izləməyi və bizim kanala abunə olmağı unutmayın. Hələlik.